ki, görüm imtahanda yadıma düşəcəkmi, yaza biləcəyəmmi bunlar? Bəli, lap yaxşı. Nə olsun ki, sertifikasiyada yaxşı eləyirsiniz. Təşəkkür də eləyirəm ki, çox köməyiniz keçir. Lap yaxşı. Əgər köməyimiz dəyirsə, lap yaxşı. Vaxtım olduqca təbii ki, çalışıram ödənişsiz qrupun müəllimlərinə də dəstək olum. Siz də sağ olun. Keçək indi digər müəllimlərimizdən. Ödənişsiz qrupumuzun müəllimlərin sual cavab eləyirəm, öz müdavimlərimi yox. Ona görə bayaqdan orada ürəkləri sıxılır. Kiminlə davam eləyək? Emin yazan hansı Axşamınız müəllimdir? xeyir, müəllimə. Mənimlə davam eləyə bilərsiniz. Adınız necədir? Elnarə müəllimə. Elnarə. Elnarə müəllimə MİQ yoxsa sertifikasiya? MİQ. MİQ, inşallah. İşləyirsiniz yoxsa işləmirsiniz? Xeyr, işləmirəm. Aha, aydındır. İnşallah uğurlu olsun, yaxşı olar. İnşallah. Gəlin sizdən hardan soruşaq. Əlvan metalların hansı bəzəmə üsulu idi ki, nə edirdi o üsul? Onu soruşmayacam sizdən. Onu da soruşmayaq. Bu üsulun da belə deyək də, tullantıları çox zəhərli idi. Əlvan metalın bu bəzəmə üsulunun. Qalan qalıqları, tullantıları çox zəhərlidir, zərərlidir. Odlu qızıl suyuna, odlu. Odlu deyirsiniz. Bəs odludan başqa da var idi biri, yoxsa yox idi? Odlu qızıl suyuna salınırdı. Yağ əsaslı var idi də. Yağ əsaslı. Yox, odlu qızıl suyuna bilirəm. Odludan başqası deyirsiniz yox idi, hə? Axşamınız xeyir müəllimlər, xoş gördük. Polimer üzrə nəsə qızıl suyuna salma var idi müəllimə. Polimer üzrə. Aha, nə idi tam desəniz? Yadımdan çıxıb müəllimə, adı yadımdadır. Nə idi görəsən? Müəllimə sual təkrar edə bilərsiniz. Dedim ki, əlvan metalların hansı bəzəmə üsuludur ki, yəni onun da tullantıları insan üçün zərərlidir, zəhərlidir. Müəllimlər odlunu dedi. İndi bunu bildik. Bəs bundan başqa da var idi, yoxsa yox idi? Yaxşı, kim bilir? Əlvan metallarda yox, bir də plastikdə idi də deyəsən. Var idi. Nə idi? Karbonat idi, polikarbonat. Aha, mən plastikdən soruşmuram ki. İndi müəllimlərdən biri yazdı xromlama. Sonra başqa kimin fikri var? Yazın. Müəllimə, odlu qızıl suyuna salan içməli var idi da. Yəni, nəsə bunların suları da bilən daha zərərlisiydi. Aha, odlunu bildik, doğrudur. Bəs soruşuram indi ondan başqa da var idi zərərli olan, yoxsa qətiyyən yox idi? Yox idi. Yox idi. Dəqiq. Var idi axı müəllimə. Aha, hansı idi görürsən? Var idi, onu da yazın. Mina çəkmə də yazan var, xromlama da yazan var. Hansı idi? Gümüşləmə, boy. Aləm qarışdı bir-birim. Müəllimə, təkrar edərdiniz də sualı zəhmət olmasa. Dedim ki, əlvan metalların hansı bəzəmə üsulu idi ki, onun da tullantıları zəhərli idi, insan orqanizminə zərərli idi. O hansı idi? Xromlama müəllimə. Xromlama. Nə demişdik xromlamada Aynurə müəllimə? Deyin görüm. Müəllim, onun tullantıları zəhərli idi. Yəni, insan sağlamlığı üçün təhlükəli idi. Ona görə zəhərli hesab olunurdu. Doğrudur. Düz indi mən öz müdavimlərimdən dedim ki, soruşmayacağam, amma indi soruşduq ki, daha çünki orada aləm dədi, biri xromlama yazdı, biri gümüşləmə. Baxın müəllimlər, odlunu dediniz, bundan razıyam. Amma xromlamada da orada belə bir cümlə var ki, onun tullantıları da nədir? İnsan orqanizmi üçün zəhərlidir, zərərlidir. Onu da unutmayın, təkcə odlunu yadda saxlamayın. Bu belə. Yaxşı, Elnarə müəllimim. Bizə deyin görək, hansını deyin. Təbii oduncağın hansı bəzəmə üsuludur ki, dedik ki, o bəzəmə üsulundan sonra lak boya material çəkməyə ehtiyac yoxdur. Şəffaf bəzəmə. Şəffaf bəzəmə. Bilmirəm. Dəqiq şəffaf idi. Bayaq aşağıdan düzgün cavablandırırdınsa, o bir müəllimlərin sualını. İndi nə oldu? Çünki 9-cu sinifi təkrar eləyirəm. Yaralı yerimdən vuruldu. Yaralı yerdən vurduq, hə? Aha, necə də tapırıq bu yaralı yeri, hə? Yaxşı, birazdan o bir mövzulardan
siniflərdən sual verirəm. Deyin görüm elə müəllimlər, yaxşı. Müraciət eləyək. Aşağıdan yazın görüm. Təbii oduncağın hansı bəzəmə üsulu idi ki, dedik ki, əlavə olaraq ehtiyac yoxdur onu bəzəməyə. Bu oxşatma idi, doğrudur. Yadadır Elnarə müəllimə, yoxsa necə? Bax, şəffaf, qeyri-şəffaf, oxşatma məxsusi. Oxşatmada deməli əlavə olaraq lap boya materialına ehtiyac qalmır. Yəni sizdən onda qayda hardan soruşaq? Axşamınız xeyir, Rüfani müəllimə. Axşamınız xeyir, axşamınız xeyir. Hansı müəllimə? Gəlmişəm dərsə. Aha, hansı müəllimədir? Dürsədət müəllimə. Hə, Dürsədət müəllimə. Xoş gördük. Nə əcəb gəlmisiniz? Hə? Nə bilim, özüm hazırlaşıram mən bu ilmiqə. Dedim, bir dənə dərsi bizə 5-10 dəqiqə qonaq olub, sonra Hə, çıxarım. olsun, heç bir problem yoxdur. Siz keçənləri müqavilədən qəbul oldunuz, düzdürmü? Bəli, müqavilə işlədim. Hə, lap yaxşı, bəli. Keçən il Dürsədət müəllimə bizimlə hazırlaşdı, müqavilədən qəbul oldu. Sizdə keçən il bal neçə idi Dürsədət müəllimə? 82-dən 175 idi. Ay, sağ olun. Müqavilədən qəbul oldu, bəli. İndi bu il özü hazırlaşır, lap yaxşı. Daha da diqqətli olun bəzi məqamlara. Mənə də şəxsiyə bir dənə yazarsınız, yaxşı. Yaxşı. Aha, biraz dəstək olarıq sizə. Keçənki müdavimlərimizdəndir. Yaxşı. İndi Elnarə müəllimə, siz də sağ olun. Elnarə müəllimə, bizə deyin görək, 7-ci sinifin tikişindən bir sual verirəm sizə. O hansı tikiş idi ki, biri bitən nöqtədən o birisi başlayırdı? Birbaşa tikiş. Bu birbaşadır. Birbaşa tikiş nəyə bənzəyirdi, nəyə xatırladırdı? Aşağıdan tez yazın müəllimlər. Maşın tikişini. Maşın tikişini. Müəllim bilməyəndə deyəcəm ki, aşağıdan yazın. Yaxşı. Amma tez yazanda müəllimlər görür. Müəllim bilməyəndə olsa mən özüm cavabı demirəm ki, sizlərdən istəyirəm ki, belə. Hə. Demək, çox yaxşı. Bir sualda gəlin sizə hardan verək. O mövzudan verməyəcəm. Sizə desin ki, o hansı kiliddir? Ya da yox, belə soruşuram. Sizə deyir, asma kilidin əsasını nə təşkil edir? Bir də əsas hissəsi hansıdır? Asma kilidin əsasını gövdəsi təşkil eləyir. Əsas hissəsi də məxfilik mexanizmidir. Doğrudur. Bəs birdən isə ki, kilidləmə elementi nədir asma kiliddə? Polad qövs. Polad qövs. Polad qövs hara taxılır? Gövdəyə. Gövdəyə. Amma onun gövdəyə taxılmır. Bəndə. Bəndə taxılır. Doğrudur. Yaxşı. Sizinlə bu qədər. Siz müqə hazırlaşırsınız. İndi yəqin ki, özünüz hazırlaşırsınız. Biraz da daha da yaxşı. Biraz daha da diqqətli. Yaxşı. 9-cu sinifin təkrarındayam deyə biraz oraları qarışdırıram, amma belə görək inşallah. Yaxşı. Tamam, bəli. O biri siniflərdəki suallar pis deyil. Cavablandırdınız. 9-da biraz axsamalar var, hiss olunur. Belə. Sizinlə də bu qədər. Qayıdıram digər müəllimlərimizdən birinə. Allah razı olsun sizdən. Siz də sağ olun. Ödənişsiz qrupumuzun müəllimləri sual-cavab olunur. Kim istəyirsə sual-cavab bir açsın səsi. Açmışam müəllim, ödü deyin görək. Hə, rəsmiyə müəllimi atdı. Lap yaxşı. Demək, Müəllimə, olunanlardan bir də o sual cavab eləyirsiniz. Onda yenə soruşursunuz ki, açaq mikrofonu. Yox, sual-cavab olunanları yox. Sual-cavab olunmayanları soruram. Yaxşı. Aha. Amma müəllimlər sual verirsə, sizlər orada cavablandırın. Görün nəyi bilirsiniz, nə yadda qalıb. Rəsmiyə müəllimədən gəlin, nəyi soruşaq. Bizə deyin görək hardan. Onu soruşmayacağam. Keçək hardan soruşaq sizdən. Məsələn, deyir, o hansı liflərdən hazırlanan, belə deyək də, o parçalar 7-dən soruşuram. 7-ci sinifin tikişindən. Nə əzilmir? Güvə və deyirik mikroorqanizmlərin təsirinə davamlıdır. Günəş şüalarından ağarmır. Hamısı belə müsbət cəhətlərdə. O hansına götürəcəksiniz? Polamid liflər ən möhkəm, bax bu cür davamlılıq, polamid liflər. Onda yaxşı, bir dənə də belə, aşağıdan çox tez yazırsınız müəllimlər, belə eləməyin. Qoy müəllim özü cavablandırsın, bilməyəndə siz yazasınız. Yaxşı, polamid deyirsiniz, onda bir dənə də belə bir sualım var. Bəli, çox tez yazırsınız. Qoy müəllim cavabını versin, bilməsə onda. Yəni bu düzgün deyil də, müəllim cavabı verməmiş, siz yazırsınız. Vallahi
Açıqı sizi Hmm. müsbit eləmədim. Aha, yox, yox. İndi məsələn baxmasanız da, amma ümumiyyətlə digər müəllimlərə görə də deyirəm, tez yazmayın. Gülşən müəllimədir yazan. 100% bizim qrupdandır Gülşən müəllimə. Noyabr qrupudur, hə? Gülşən Eyvazzadə. Bir də Onlar yazırlar çox ki, mən heç bilirlər. bilmirəm. Onu hardan yazırlar ki, mən nətər yazırlar və bu qoşula. Aha, aşağıda mesaj bölməsi var. 3 nöqtə var. Onun üzərinə vuranda yazır zəng daxili mesajlar. Onu vuranda yazmaq. Olduysa olun ki, mən də öyrətdiniz. Deməli belə. İndi rəsmiyə müəllimə, yaxşı, deyirsiniz ki, bu poliamitdir. İndi ikinci sual verim. Bəs biri də var idi. Orada deyir ki, az əzilir. O da mikroorqanizmlərə belə davamlıdır, amma az əzilir deyirdi. Bəs bu Polastir. Ola polastir. Polastir. Oy, onda aləmi qatdıq. Mən dedim, yəqin buna da poliefir deyəcəksiniz. Hə? Amma hansıdır? Poliefir. Poliefir. Az əzilir, yoxsa əzilmir? Siz bayaqki birinci sualı da düzgün cavablandırmamısınız ha. Baxın, biri əzilmir, biri isə az əzilir. Poliesteri qoyun qırağa. Biri poliefirdir cavab, biri poliamid. Amma mən istəyirəm ki, cavabı özünüz deyəsiniz. Az əzilir. Bu hansındaydı? Pis obturan, az əzilən. Bu polamitdir də. O birisi də o dedizə ikinci. Poliefir. Adı poliefir. Yox, niyə qar? Pis İndi düz dediniz. Yox, birinci düz dediniz. Bu deməli az əzilən poliamiddir. Amma poliefir əzilmir. Yaxşı. Aha, bəli. Pis obturur poliamid. Sonra mənfi cəhəti nə idi? Yüksək temperatura qarşı həssas idi. Düzdürmü? Bunlar hamısı poliamiddədir. Az əzilir. Yandıqda xırda zərrəciklər əmələ gətirir. Kürəcik əmələ gəlir. Bəs yaxşı, bu Yumşaq poliamidin kürəciyi yumşaq olur yoxsa bərk olur poliamidin kürəciyi? Yumşağı polamiddir. O birisi amma bərk kürəciklər əmələ gətirir. Ay, sən doğrudur, bəli. Bəs yaxşı, birdən sizə deyəcək ki, nə desin? Onu yox. Bizə deyin görək, çilingər əl bıçqısı, 6-cı sinif. Çilingər əl bıçqısı, düzdürmü? Tutaq ki, əli bir metal zolaq götürüb, çilingər əl bıçqısı ilə həmin zolağı kəsib. Amma bu zaman bıçqının dişləri sınıb. Sizcə səbəb nədir? Deməli, bıçqını kəskinin əksi istiqamətinə tutub yəqin ki. Onun Bu versiyanı qoymuram heç. Variantda bu yoxdur. Başqa nə versiya belə deyək ağlımıza gələ bilər? o yəqin ki, düzgün, ya möhkəm sıxıbdır, qulaqçığı möhkəm sıxıbdır. Möhkəm sıxanda, çox möhkəm sıxanda sına bilir. Bunu deyirsiniz. O zaman, bəs yaxşı. Onda belə Hər zaman diş arası. Baxın. Necə? Orada belə bir şey var idi. Deyirdi ki, metal zolağın qalınlığı çilingər bıçqısının Onun üst diş arası. Bəli. Onun ən azı üst diş arası. Ay, sağ ol. Yaxşı. Bir sual da hardan gəlsin sizə? Meyvə ağacları, tinclər. Gəlin oradan sual verək. Köklər qurumasın deyə nədə saxlamalıyıq? Bir neçə gün onu soyuq suda saxlamaq lazımdır. Qurumasın deyirəm, ha. Biri var idi, rütubət ehtiyatı bərpa olunsun. Birini yaxşı boyatsın, uğurlu nəticə əldə olunsun. Birində də deyirdi ki, köklər qurumasın deyə. Horraya salmaq. Gilli horraya salmaq. Gilli horraya, hə? Gilli horrada hansı versiya olur? Köklər qurumasın deyə bunu deyirsiniz. Köklər qurumasın deyə onu öz inkişaf etdiyi dərinlikdə bastırmaq lazımdır. Olar heç. O doğru. Olar heç. Amma indi hansında... Sonra orada var, 2-3 gün suda saxlamaq lazımdır. Bir versiya. Elə bunu soruşum. Suda. İndi baxın, suda niyə saxlayırıq? Səbəb nədir? O əkilən zaman öz nəmliyini qorumaq üçün. Deməli, su rütubət ehtiyatını bərpa eləyir. Bu bir. Bəli. Su rütubəti. İndi ikinci sualım. Yaxşı boyatsın, uğurlu nəticə əldə olunsun.
İnkişaf etdiyi dərinliyə etmək Yox, lazımdır. yox. Mən indi soruşuram ki, bunu necə Natrium saxlamalıyam? Natriumdur. Onda natrium qumat Natrium buna qumat. batırmaq Bu lazımdır. natrium qumatdır. Köklər qurumasında nə qaldı? Gilli horra, çürüntülü Gilli horra. torpaq. Muça ilə üstünü örtmək lazımdır. Üst qat Yox, Aa, mulça altı, rütubətdən, səkkiz. yağışdan, çürümədən qoruyur. mulça ayrıdır, bəli. Artıq o səthinə dök. Neçə santimetr qalınlıqda tökülür? 6-8. 6-8 santimetr yaxşı olsun. Sizinlə də bu qədər rəsmiyyə müəllimə. Düzdür, rəsmiyyə müəllimə də deyir sertifikasiya hazırlaşın. İndi bacardığı qədər başlayır, lap yaxşı. Özün üçün, elə belə özün üçün biz düzü həmsi təmiz söhbətdir ki, ümumiyyətlə də texnologiya orta məktəbdə biraz belə. Amma ancaq hələlik müəllimlə qoşulmamışam. İnşallah fikrim var gələn, inşallah. Sağ olun. İnşallah, inşallah. Belə, sizinlə də bu qədər. Keçək digər müəllimlərimizdən birinə. Ödənişsiz qrupumuzun müəllimlərindən sual-cavab olunmayanlardan. Biri açsın səsi. Kim sual-cavab olunmaq istəyir? Aha, Çinarə müəllimə deyir, mən çıxın çölə Çinarə müəllimə, bizim qrupdandır. Müdavimlərimizdəndir. Ödənişsiz qrupumuzun müəllimlərindən kimi sual-cavab edək? Risk eləmirlər, qorxurlar deyəsən. Deməyin, dayı, deməyin, heç kim səs açmır. Uğur yazan hansı müəllim daşlarınız xeyir? Mən Samirə müəllim. Samirə müəllimə. Hansı Samirə müəllimə? Ödənişsiz qrupdan bir neçə Samirə müəllimə mənə yazıblar, adlarını qeyd eləmişəm, amma bilmirəm hansı Samirə müəlliməsiz. Yadıma indi səsdən tanıya bilmirəm. Lap yaxşı. Ödənişsiz qrupumuza varsınız da yəqin, hə? Bəli, ödənişsiz qrupda varam. Lap yaxşı. Bir neçə müəllim bəzən yazır ki, nömrə yazırlar mənə, deyirlər adımızı kontakta salın, paylaşımları görək. Belə qeyd edirəm, amma belə üz sima görəndə və dərslərə tez-tez qoşulanda ya səsdən bəzən tanıya bilirəm. Amma bəzən tanıya Mən də bilmirəm. varam, müəllim. Kontaktınızda mən də varam. Hə, bəlkə də elə onda o Samirə müəlliməsiz. Hə, təqribən yadıma düşdü. Olar. Gəlin sizdən nəyi soruşum? Müəllim, risk elədim, açdım, amma təkrarlamamışam. Eyb Nə yox. bilərəm. Aha, eyb yox, nə var ki burada? İndi hamımızın bilmədiyimiz nələrsə var, heç bir problem yoxdur. Bizə deyin görək. Hardan deyin? Məsələn, 7-ci sinifin mövzunun əvvəlində var qidalanma. Qidalanmada tələblər nədir? Hansı tələblər nəzərə alınmalıdır? Hə, orada var idi tələblər, müntəzəmlilik idi. Ay, sağ ol. Bir dəqiqə, yenə də M var idi. Müntəzəmlik idi, bir də keyfiyyət idi. Doğru. Miqdarı idi. Nəyin miqdarı idi, ay Allah? Bəli. Aha, Miqdarı doğrudur. var idi müəllim, amma bilmədim nəyin miqdarıdır, yadıma salamıram. Aha, məsələn, nədən söhbət gedir? Qidadan. Hə? Hə, qidanın miqdarı idi. Qidanın miqdarından söhbət gedir. Elə deyilmi? Hə? Deməli, Canım müntəzəm qəbul. aha, deməli necə yadda saxlayırıq? Müntəzəmlik, müxtəliflik, miqdar, bir də keyfiyyət. MMK. Keyfiyyət, hə. Aha, bax. MMK. Bəli, açar söz olaraq belə yadda saxlaya bilərsiniz. MMK, 3 dənə Aha. bir də K. Yəni keyfiyyətdə belə deyim. Yaxşı. Bir sual hardan gəlsin sizə? Aha, bəzi müdavimlərimiz belə yadda saxlayır. Kənan Emin. Kimin səsə gəlir, eşitmədim amma. Deyirəm müəllim, başqa açar sözlərimiz nə varsa hamısını deyin. Hə, Ayşən müəllimə, daha paxıllıqlar tutdu açar söz deyən kimi. Yaxşı. Deməli, gəlin sizdən nəyi soruşaq Samirə müəllimə. Bəs yaxşı. Sizə birdən desək ki, 7-ci sinifin o mövzusundan soruşacağam. Tutaq ki, sizə deyir testdə. Məsələn, Əli evinə tutaq ki, mal əti alıb. Amma görür ki, ətin rəngi al-qırmızıdır. Sizcə rənginə görə bu hansı ət ola bilər? Məsələn, cavan, dana, yaşlı. Cavan deyil, dana da deyil, yaşlıdır bu. Al qırmızı. Yaşlıdır. Bəs yaxşı, yaş aralığı nə qədər olur?
3 aydan 3 yaşa qədər. 3 aydan 3 yaşa qədər. Yaşlıda Elə də elə idi. Bilmədim. yaşlıda nə Yadıma olar? sala bilmirəm. 3 yaşdan yuxarı. 3 yaşdan yuxarı. Hə, 3 yaşdan yuxarı idi. 3 yaşdan yuxarıdır. 8-ci sinif paltar yuyan maşın. O hansı hissədir ki, paltarın miqdarına uyğun suyu verir paltar yuyana? Tənzimləyir. Hə, bilirəm o bir dəqiqə. O nə idi ay Allahım? Paltarın miqdarına görə verirdi. Səviyyə relisi. Tənzimləyirdi. Müəllimə. Səviyyə relisi. Səviyyə relisi deyil. Hə. Səviyyə relisi. Yaxşı, bir sualda 5-ci sinifdən verək. Sizə birdən deyəcək ki, nə desin? Onu yox. O hansı furniturdur ki, qapıların hərəkətli olmasını təmin edir? Maqnit saxlayıcısı. Bəs qapıları bərkidən furnitur. Bərkidir. Həmzəman. Həncəmadır, hə, o bağlasa qıfıl və qıfıl decikləri idi, amma bərkidirsə həncəmadır. Aha, doğrudur. Siz dediniz MİQə gedəcəksiniz Samirə müəllimə? Xeyr, mənim sertifikasiya. Hə, sertifikasiya. Hə, sertifikasiya lap yaxşı. Elə bildim MİQə dedim ki, daha da yaxşı hazırlaşmalısınız. Sertifikasiya zamanınız var. İnşallah daha da biraz çox çalışmaq lazımdır. Sizinlə də bu qədər. Çox sağ olun. Belə, siz də sağ olun. Keçək digər müəllimlərimizdən davam edək. Ödənişsiz qrupumuzun müəllimləri. Kim sual cavab olunmaq Müəllimə, məni eləmək istəyirsiniz, sual cavab istəyirəm. yaxşı. Gülsədəf müəlliməni gəlin biraz asaq kəsək, miq sualları verək. Hə, Gülsədəf müəllimə. İndi sertifikasiya Allah. müəllimlərimizə biraz sertifikasiya uyğun suallar verməyə çalışıram. MİQə də biraz miq səviyyəsində. Aha, deməli belə, bizə deyin görək. Deyin görək, hardan deyin. Gəlin sizdən ardıcıllıq soruşaq bir dənə. Hansı ardıcıllığı soruşacağım? Onu soruşmayacağım. Bizə deyin görək. Alma aplikasiyasının işlənmə ardıcıllığı 8-ci sinif. Alma aplikasiyası birinci güzgü idi. Orada güzgü əks etdirməsi ilə istifadə edirdik. Sonra kontur xətlərinin çəkilməsi idi. Toya gedirdik. Biz onu keçən belə yadda saxlamışdıq. Birinci güzgü əks etdirməsi idi. Sonra kontur xət yapışqanlı arı qatda ütülüyürdük. Sonra kontur xətlərinin çəkilməsi idi. Sonra nazik xətli ziqzaq edildiyisən onu istifadə edirdik. Sonra da qalın xətdən istifadə edirdik. Qalın ziqzaq xətlər. Aha. Biraz doğrudur. Yəni testə inanıram ki, daha da yaxşı, diqqətli olsanız daha da taparsınız. Aha. İndi biraz belə, indi belə yadda saxlamısınızsa lap yaxşı. Keçənləri bəli, bəzi müəllimlər deyir, nə kontur çəkirəm, nə edirəm, hara gedirəm, toya gedirəm, onları yadda saxlamısınız. O toy məsələsini tez yadda saxlayarsınız. Ardıcılığı heç belə yadda ardıcılığı heç belə yadda saxlamazlar, amma bəzəyi, düzəyi tez yadda saxlayırlar. Yaxşı. Bir sual hardan verəcəm? Aybəniz müəllimə mikrofon açdı deyəsən, ona görə xışıltı gəlib, hə? Qoy baxım. Aybəniz müəllimə mikrofonu bir dənə bağlayaq, hə, özü bağladı deyəsən. Bəs yaxşı, Gülsədəf müəllimə, bizə deyin görək 8-ci sinifdən hardan? Məsələn, ta ki, ilgə yazmaq lazımdır. Deyirik ki, parçanın birinci kənarında, qırıntısında bunu yoxlamaq lazımdır. Niyə? Səbəb nədir? Elə ilgə parçanın dartılması idi deyəsən, ölçüsü idi. Bir də təyinat idi deyəsən, onları yoxlamaq üçün istifadə edirdik. Təyinat, sapın qalınlığı, belə deyək. Sapın qalınlığını yoxlamaq üçün. Doğru, 3 dənə idi. Qalınlıq, ölçü, bir də dartılma. Aha, amma yaxşıdır. Yəni ikisini bilirsiniz, o bir dənəndə çıxa bilərsiniz vəziyyətdən testdən. Bəs yaxşı. Dedik, nə dedik? Onu soruşmuram. Sizə deyəcək ki, konservləşdirmədə, yəni bir sual oradan verim.
Tutaq ki, Nuray hər hansısa bir tərəvəzləri yığıb banka balona konservləşdirir. Üzərinə isti su və ya da ki, nə bilim olsun isti şirə əlavə edən kimi görüb tərəvəzlər çatlayıb, çatlamağa başlayıb. Nuray hansı mərhələni həyata keçirməyib? Sterilize edilməni düzgün keçirməyib. Yoxsa pasterize edilmə deyil, soyudulma prosesini Yox, ora heç bir aidiyyatı yoxdur hələ. Hələ ora qədər müəyyən bir şeylər var idi. bilmədim orasını. Hansı mərhələ idi? Mən bilmirəm ki, heç xəbərim yox. Mənə deyən var idi, başım bir axşamdan sizi qəbul edin. Aha, görək müəllimlər nə yazıb? Yazıblar ki, pörtləmə. Hə? Yəni, nə etməli idi? Pörtləmə deyəndə nəyi nəzərdə tuturuq müəllimlər? Aybəniz müəllimə mikrofon açdıq, şıltı gəlir. Aybəniz müəllimə sualın cavabını demək istəyirsiniz, yoxsa necə? Aha. Əlim dəyir elə ona görə çırpıram. Yoxsa mən heç yazmağa başlamıram, mən yazamıram. Dedim ki, isti suyla əvvəl isti suyla onu yumaq lazım imiş. Bəli. Bax, pörtmə mərhələsi nədir? Buxara vermə. Deyirdik ki, nə Biri var etməlidir? elə bir meyvənin birbaşa isti suyu tökəsən üstünə. Biri də var ki, əvvəlcədən onu hazırlayasan ki, o temperatura alışsın. Bəli. Doğrudur. Hə, deməli, bu buxara vermə, nə bilim, pörtmə, eyni şey gedir də bunlar. Bu mərhələni həyata keçirməyib. Yoxsa adicə, məsələn, belə deyim sizə. Hər hansısa bir tərəvəzdən konserva nədir? Konservləşdirmək istəyirik. Tutaq ki, olsun pomidor. Məsələn, bəzən olur, sobada bişiririk, sonra banka balonları. Bişəndən sonra bir də orada nə var idi? Deyirdi ki, bu zaman rahat yerləşir bankaya. Həm çatlamanın qarşısı alınır bu emaldan sonra. Bir də banka balona rahat Həm də yerləşir. çox yer tutur, Bəli. çox şey tutur. Bir də müəllimə görürsüz orada parçada da var, nəm istemaldan qabaq buğa vermə. Bəli. Görürsüz orada deyir parça dağıtılmasın deyə, Hı. büzülməsin deyə. Büzülməsin. Burada da konservləşdirmədə də pörtləmə, yəni ki, meyvələr həm yaxşı yaxşı olsun deyə, Ay, Həm də ilk həcmi çox tutsun deyə. yumadan içilməsin Hı deyə. -hı, bəli, tamamilə doğrudur, bəli. Demək, belə o hissəyə bir də baxarsınız Dürsədət müəllimə, yaxşı? Aha, bəs yaxşı. Bir sualda hardan verək sizə? Tutaq ki, deyir, nə desin? Nə desin? 7-ci sinifin tikişi. O hansı tikişi idi ki, dedik ki, nə olsun? Yaxşı, sualı belə qoyuram. Su tikişində orada deyirdik hansı əlin, nə bilim, hansı barmağınla nə etmək? Bir sizə gətirdi, necə sual saldım, hər şey ola bilər. Bəli, orada tikişin addımı deməli soldan sağa idi, aşağıdan yuxarı istiqamətdə idi. Gərgahdan istifadə edilirdi. Zəif vurulan tikişlərdə zəif vurulan sapla yerinə yetirilirdi. Bir də sol əlin baş barmağını parçanın üzərinə sıxmaq lazımdır ki, dartılmasın. Ay, sən yox, yadında qalıb, yaxşıdır. Aha, demək, bir sualda 9-dan verək gedin. Evet. Sizə deyir, nə desin? Onu yox, onu da deməsin. Bizə deyin görək. Mikrodalğalı soba. Mikrodalğalı sobada. Onu soruşmayacağam. Mikrodalğalı sobada deyirik ki, bu kiçik qapı nəyə xidmət edir? Küçük qapının şüa içərisində olan ərzağın görülməsini təmin edirdi. Bir də şüanın bayıra çıxmamasını təmin edirdi. Ən əsas, bəli, şüalanmanı. Məsələn, şüalar gəlir qapıya dəyir, geri qayıdır sobanın içinə. Qoymur ki, şüalar çölə çıxsın. Doğrudur. Bir fe'l O da vəziyyəti. qapıda da 3 mm tor var idi. Doğru. Biraz da daha da yaxşı olsun. Yaxşılıq üçün, daimi qəbul olmaq üçün. Yaxşı, müəllim, çox sağ olun. Yaxşı, mənə yazarsınız şəxsiyyət. Belə. Yazmışam, nömrəm var sizdə. Kontaktınızı görürəm. Yo, nömrəniz var. Yazarsınız. Yəni miqə gedirsiniz də biraz dəstək olaram sizə. Yaxşı. Yaxşı, çox sağ olun. Nə oldu? Yaxşı, sağ ol. Gedim öyrənim. Sağ olun. Yaxşı. Sonra ödənişsiz qrupumuzun müəllimlərindən sonra kimə suallar verək? Heç olmasa 1-2-3 müəllimdə sual cavab elək. Biraz da mesaj bölməsinə keçərik. Suallar verirəm, orada cavablandırarsınız. Biraz sual yağışı. 50-yə yaxın müəllim var maşallah. Nişanə müəllimə, hə? Salam, bəli, müəllim.
Lap yaxşı, salam. Gəlin sizdən nəyi soruşaq? Nəyi soruşaq? 9-cu sinfi təkrar eləmisinizmi, baxmısınızmı yoxsa necə? Mən 9-dan verməyin, 7-8 verin. 5, 6, 7, 8 verin. Yaxşı, olsun 5, 6, 7, 8. 5, 6, 7, 8. 8-in paltaryuyan maşınında deyirdi ki, o hansı ötürmədi ki, enerji çox gedir. Ondan sonra nə? Nə yazıb Aytən müəllimə mesaj verməsin. Birbaşa ötürmə. Enerji çox sərf olunur, səs-küy çox olur. O hansı ötürmədi? İntegral qarşı ötürməsi. Bu qayış ötürməsidir, yaxşı. Qayış ötürməsi başqa nələrdə var? Yox, tez yazmayın aşağıdan. Qarşı ötürməsi. 7 Mən bilmədim. ötürmələr var idi. Orada Torna dəzgahında, burğu dəzgahında. Aha. Aybəniz müəllimə Torna dedi. dəzgahı. Torna, Burada burğu dəzgahı. burğu. Bəs yaxşı, biri də var idi axı. Nə idi o? Tikiş maşını idi, yoxsa ət maşında? Tikiş maşınında. Ət çəkəndə hansı idi? Heç kim tez aşağıdan yazmasın cavabı. Məndə dişli dişli ötürmə. Baxın. Yox, müəllimlər, aşağıdan çox tez yazırsınız. Çox xahiş eləyirəm, qaydaları heç kim pozmasın. Müəllim bilməyəndə soruşacağam sizdən. Mən müəllimə sual verək mi, cavab aşağıdan gəlir. Axı belə olmaz, çünki qoy müəllim özü fikirləşsin, özü cavabını versin. Bilməyəndə olsa sizdən soruşsam, deyəcəm yazın, onda yazın. Yaxşı, yəni belə düzgün deyil. Deməli, nəyə soruşdum? Bax, aşağıda yazılara baxdım, özümün də beynim qarışdı. Dedik ki, ət çəkən maşında hansı ötürmədir? Ət çəkən maşında. Aha, hansı ötürmədir? Ət çəkən maşında vitli, velosipeddə zəncirli, sonra direllərdə dişli ötürmə, Digər dəzgahlarda isə dişli tamasalı. dişli tamasalı ötürmə bəli. Yaxşı, olsun. Bax, drill demişkən, 5-ci sinifdə var idi əl drili, bir də mexaniki əl drili, düzdürmü? Bunlarda, məsələn, əl drillində hansı dəstək idi? Dəstəyi yoxdur. Tutma dəstəyi yoxdur. Deməli, əl drillində fırlatma dəstəyidir. Yaxşı. Amma mexaniki əl drillində hər ikisi var. Bəs birdən sizə deyəcək ki, drillin köməyi ilə deşik açmaq istəyirik, düzdürmü? Burğu neçə dərəcə bucaq altında həmin o nişanladığımız nöqtəyə yerləşdirilməlidir? 90 dərəcə. 90 dərəcə. 7-ci sinifin metalların çapılması. Gəlin bir sual da oradan verək. Onu soruşmayayım. Bəs yaxşı, birdən sizə deyəcək ki, metalların çapılmasında metalı hissələrə bölmək istəyirəm, hissələrə ayırmaq istəyirəm. Qələm məngənənin dodaqları neçə dərəcə bucaq altına tutulmalıdır? 60 dərəcə bucaq altında. 60 idi bəyəm orada hissələrə bölmək. 35 dərəcə. Dəqiq. Bax, biri var ki, belə deyim, sizə deyək ki, metaldan qat götürürəm, hissə çıxardıram. Biri var ki, metalı hissəyə, məsələn, 2 yerə bölmək istəyirəm. Bu zaman neçə 90 dərəcə. 90. Bütün rəqəmləri elə bir saydınız. Bütün rəqəmləri elə bir saya-saya gəldik. 90 dərəcədə, bəli, hissələrə ayıran zamanda. Amma desə metaldan hissə götürürəm, qat götürürəm. Bu zaman isə emal payı çıxarıram. Bu olacaq neçə dərəcə? 60 dərəcə. Mən bilmədim. Bunu bilmədiniz. İndi yazın müəllimlər. Metaldan müəyyən hissə götürüb, qat götürüb. Bu zaman neçə dərəcə bucaq altına tutulmalıdır? Bir müəllim yazıb 35, 45, maşallah, afərin, hərə bir rəqəm yazıb. Kəmalə müəllimə yazıb 35, 40. Müəllimlər 35, 40 idi, yoxsa təkcə 35 var idi orada? 35, 35 dərəcə çağuli vəziyyətdə. Aha, təkcə 30. Bu deyildi müəllimə. Çağuli vəziyyətdə 35 dərəcə. Aha, indi görüm müəllimlər sonra nə yazır? İndi deyəcək cavabı. Qoy tam bitirsinlər, hələ yazırlar. 35, hamısı yazıb 35. Və sonra belə bir sual verim də sonra qayıdıram bura. 35-40 nə deyildi? Elə o 7-ci sinifin mövzularının birində. 35-40 əlvan metalların
Əlvan metallarda deyildi. Aa, Əlvan metallardadır. Polladda 60-dır, əlvanda 35-40-dır. Siz dediyinizdə şaquli vəziyyətdə 35 dərəcə. aysa aferin. Niyə getdim ora müəllimə? Bu ikisini də özünüz yada salın. Tezkən biləcəksiniz ki, burada budur. Çünki çox müəllim o 35 ilə 35-40-ı qarışdırır. Aybəniz müəllimi yadda saxlayıb aferin də digər müəllimlərimiz də yazdı. Yaxşı, Nişanə müəllimə. Bəs birdən sizə desək ki, hardan desim? Onu yox. Pəstahların 90 dərəcəlik bucaq əyilməsinə nədən nəzarət edirlər? Şablonlarla. Şablonla. Bəs tutaq ki, metal məftil əyri idi, bunu düzəltmişəm. Düzəldilmənin keyfiyyətini nədən yoxlayırlar? Keyfiyyətdən sığan Yoxlama deyirəm ha. Düzəldilmənin keyfiyyətini nədən yoxlayırlar? Çeşintili idi, düzəltmə lövhəsidir. məftil bir də. Aha, Məftil deməli. düzəltmə lövhəsi arasından sızan işığa görə. Doğrudur. Amma Nişanə müəllimə MİQ-ə gedirsiniz də, düzdürmü? Bəli. İşləyirsiniz yoxsa işləmirsiniz? Xeyr, işləmirəm. MİQ-də olmusunuz yoxsa olmamısınız? Olmuşam mənim. Olmusunuz. Yəqin bilirsiniz də MİQ-də necə suallar düşür. Biraz daha da yaxşı hazırlaşmalısınız, çünki tam razı qalmadım. Yaxşı. Oldu. Yaxşı. Qaydaq digər müəllimlərimizdən. Bir iki müəllim də sual cavab edək. Artıq 1 saatdır dərsdəyik, hə? Bir iki müəllim. Kim açır səhv? Ödənişsiz qrupumuzun müəllimlərindən. Ülkər yazan hansı müəllimdir? Olunmayanlardan müəllimə. Hə, sual cavab olunmayanlardan. Aybəniz müəllimə desən yenə sual cavab olunmaq istəyir. Hə? Aha. Ülkər müəllim. İstəyərəm. O biri siniflərdən də verəsiniz, istəyərəm. Sonda vaxt Eyb yoxdan cavab. O eyb yoxdan müəllimələr bilməyəndə cavab verirəm də. Sağ olun ki, icazə verirsiniz, cavab veririk. Sağ olun. Yaxşı, siz də sağ olun. Deməli belə. İnanın ki, müəllimə hələ durub namaz qılacağam. O qədər maraq var ki, namazımı da ötürmüşəm. Hələ qalır namazım. Dura bilmirəm, amma Allah qəbul eləsin, amma hal-hazırda bizə də günah qazandırırsınız. Hal-hazırda bizə də. O bilirəm ki, film qalacaq burada, səhv qılacağam, amma film qalır burada. Allah sizi güldürsün. Bəli. Demək belə. Yaxşı, Aybəniz müəllimə etiraf edir də, deyir fikrim burada qalacaq. Hə? Deməli, indi Ülkər müəllimədən hardan davam edir? Ülkər müəllimə, axşamınız xeyir olsun. Yəqin ödənişsiz qrupumuzun müəllimlərindənsiz, hə? Bəli. MİQ-ə gedirsiniz yoxsa sertifikasiya? Ona uyğun sual verim. MİQ-ə. MİQ-ə, aha. İşləmirsiniz yoxsa işləmirsiniz? Hal-hazırda işləmirəm. Amma yəqin Amma hərdən bir il Lap yaxşı. Deməli, az çox məlumatınız var. Gəlin sizdən nəyi soruşaq? 9-dan aranız necədir? verin də mənim. Limonidir, hə? 9-dan kimin arası yaxşıdır? Görürsən, hansı müəllim? Kimdən sorsan 9-dan arası limonidir. Bizə deyin görək 9-dan hardan? Kondisionerin nə? Xarici hissələrindən yadda qalanları sayın. Sərinləşdirici, kondensator, kompressor, örtüyü var idi, freon var idi, Yox, biliyorum. klapan var idi, idarə etmə lövhələri. Aha, yaxşı. Hardasa çıxa bilər vəziyyətdə. Aha, testdə çıxarsın vəziyyətdə. Çoxluğu sayın, indi o demək deyil, məsələn, tutaq ki, nə qədər, misal üçün, 8 hissədirsə hamısını. Məsələn, şifahi sual cavab bilirəm ki, müəllimlər çətin. 6-7-sini sayanda artıq variantda işiniz rahat olacaq. Yaxşıdır. Dürdanə müəllimə yazıb, mənim aram yaxşıdır. Afərin sizə. Amma orada freon kondisioner hissəsi deyil. Soyutmanı əmələ gətirən məhluldur. Aha, freon özü. Bilirik ki, soyuducuda da keçmişik də bunu, düzdürmü? Kondisionerin özündə olsun ki, o gah qaz Deyilən mayetsiz, işsiz qazdır. Burada da deyirlər soyutmanı əmələ gətirəndir. Yəni eynidir, sadəcə tərifin ayrı-ayrı verib. Gah həm də freon qaz halına keçir, gah da maye halına. Bəs yaxşı, Ülkər müəllimə, birdən sizə desə ki, desə hardan desin?
Ütü. Ütü Aha. mövzusunda sizə deyə bilər. Məsələn, ütüdə siqnal lampası tez-tez yanıb sönür. Bu zaman bir siqnal lampasının yanıb sönməsi ilə digər yanıb sönmə arasında fasilə az olur, yoxsa çox olur? Az olur. Tez-tez yanıb Kesin. sönürsə, deməli az olur. İndi bəs yaxşı. Nə vaxt tez-tez yanıb sönür? Temperatur aşağı olanda, yoxsa yuxarı olanda? Aşağı olanda. Burada artıq Yuxarı olan. Burada artıq indi aşağı olmasa biləcəksiniz ki, o birisidə cavab. Hə? Buna düz cavab versəydiniz deyəcəkdim afərin. Çünki o hissəni çox başa düşmək Yuxarı olanda olur. Bəli, o yüksək temperatur olanda yadda saxlayın. Düzdür, mən onu müdavimlərə xırdalığa qədər izah eləmişəm. Baxın, siqnal lampası. Özümüz də ütü ütləyəndə fikir veririk. Əgər temperatur Elə o yüksək yadıma düşdü olmaz. Aha, amma belə amma yəqin ütüdən yaxşı deyil aranız. Çünki axırı yaxşı gəlmədi. Deməli nə? Aha, ütünün temperaturu yüksək olanda nə olur? Lampa tez-tez yanıb sönür. Bir yanıb sönmədən o birisində fasilə də nə olur? Az olur. Deməli temperatur yüksək olan vaxtdır. Yaxşımı? Müəllimə, bir də o miqdə ütünün kim tərəfindən ixtira olunması düşür da miqdə mütləq. İndiki illər demək olar ki, düşmür belə suallar Aybəniz müəllimə. Amma əvvəlki illər idi ki, ay nə bilim kim nə tərəfindən, nə vaxt, nə zaman bunlar Amma indi demək olar ki, onlara çox üstünlük verilmir. Görürsüz indi necə? Onda lap yaxşıdır, düşmürsə. Bəli, onlarla çox başınızı yormayın. Bir də müəllimə, bir dəqiqə başdan bitirdim. O ampir məsələsi var. O əvvəllər heç ampir düşmürdü, amma indi ampir düşür. Ampir keçən illəri çərçivə sənədində adı var idi, amma ondan sual düşmədi. Amma kim ampir mövzusuna baxmaq istəsə, mənim ödənişsiz kanalımda var. Gedib baxa bilərsiniz. Yaxşı. Yox, biz elə bir ki, məsələn də mən indi siz müəllimə, mən elə indi 2 dəfə imtahan vermişəm. Bir diaqnostik vermişəm, bir də sertifikat vermişəm kimi. O vaxtlar bizdə elə bir şeylər yox idi. Amma indi mən baxıram ki, bu təlimçilərlə hazırlaşırıqda qruplarda düşür. Baxıram ki, suallarda gəlir. Ampir nəzəriyyəsi kim tərəfindən, neçənci ildə nədir, mənası nədir? Görəm düşür. Deyirəm, görüm hələ o miqə də düşür, ya elə sertifikatda düşür. Ümumiyyətlə yox. Onun adı heç kitablarda yoxdur, bilirik bunu. Keçən sadəcə çərçivə sənədindən saldılar, amma imtahana salmadılar. Amma bu illərdə çox güman ki, daha ondan sual salmazlar. Yəni, amma baxmaq istəyən baxa bilər YouTube kanalına. İndi keçənləri saldılar. Əgər belə vacib mövzu idisə, çərçivə sənədinə adını salmışlar, özü də birinci dəfə idi salmışlar. Onu gətirib imtahana sala bilərdilər, amma imtahana sual salmadılar onu. Ona görə bildi. Müəllimə, məsələlər düşür miqə ya sertifikasiya? Məsələlər miqə düşür. İndi sertifikasiya olmayıb deyə biz deyə bilmərik, amma sertifikasiya miq qədər dərinliyinə getməyəcəklər. Miq qədər yox, amma yəni müəyyən təbii ki, suallar olacaq ki, kimlər ki, məsələn 50 baldan yuxarı toplamaq istəyir ona görə. 50 baldan yuxarı toplamaq istəyənlərə biraz çətin suallar olacaq. Düşür, ötürmə ədədinə aid olan məsələ düşür, amma bilmirəm indi oduncanın nisbi kütləsinin tapılması düşür, düşmür o. Amma bu birisilər düşür. Toyuqlara verilən silosun miqdarı denəm, günlər sutka ərzində o inəyə verilən silosun miqdarı onlar düşür. Amma əsas o oduncanın nisbi kütləsinin, quru kütləsinin nisbi kütləyə çıxaq belə tam kütləyə vıraq yüzdə o məsələni deyirəm bax. Düşə bilər, niyyət olmasa. Məsələn, necə ki, gətirib o biri məsələlərdən saldılar miqə, bəlkə bu il oduncaqdan düşəcək, bəlkə heç məsələ düşməyəcək. Ona görə biz bunu deyə bilmərik, amma hamısına hazırlıqlı olmaq lazımdır. Belə. Bilirəm, elə onu belə deyirəm. Deyirəm, elə bir müəllimələr sual-cavabda ən çox bu söz ehtiyatına yer verirlər. Amma yaxşı, özləri özlüyündə o məsələlərə yönəlsələr yaxşı olar ki, özləri həll eləsinlər. Birdən qabaqlarına çıxar, arxayınçılıq olmasın da elə. Düzdür. Məsələn, mən müəllimlərə işlədirəm. O məsələlərin hər birinin, düsturlarında hər birini izah eləmişəm. Məsələlərdə işlədirəm müdavimlərə. Belə. İstər oduncaq olsun, istər zivananın, nə bilim, istər o birisi hamısına aid işlədirəm məsələ. Onların hamısı düşür. Yaxşı. İndi davam edək Ülkər müəllimədən. Ülkər müəllimə, bizə deyin görək. Hardan deyin? Bir sualda sizə gəlin verək. Bir sualda hansı mövzudan? Oradan verməyəcəm. Bizə deyin görək. Prokat növləri. Gəlin biraz 7-dən oradan sual verim. Ondan nə hazırlanır? Ondan.
Ondan deyəcək metal karkazlar. Gəlin bunu soruşaq. Rəflər, hə? Metal Aha. karkazlar, rəflər. Hansı növdən? Metal karkası. Künclüklər idi. Aha, künclük. Bəli, künclüklər. Bəs yaxşı. Birdən sizə desək ki, o hansı növdür ki, o da mükəmməl qaynaqlanır, universaldır. Bəs bu hansınındır? Bunlar da künclükdə mənim. Ay, son bu da elə künclüyündür. Aha, niyə biraz fikirləşdiniz bəs? Yaxşı. Metalların hansı xassələri var? Ərimə. Yox, xassələrini soruşuram. Mexaniki texnologiya. Hə, mexaniki texnologiya. Mexaniki bəs oduncağın hansı xassələri var? Oduncağın xassələri kimyəvi, onlar termiki. Yox, mexaniki fiziki. Aybəniz müəllimə səsi açıq qoyub hamısını cavablandırır. Hə, Aybəniz müəllimə. Hə? Nə idi Ülkər müəllimə? Mexaniki, fiziki xassələri. Fiziki, mexaniki. Amma sizdən soruşsa ki, oduncağın hansı emal üsulları var? Bu hansı olacaq? Hə, onlar termikidir, kimyəvi parçalama, bir də mexaniki kəsmə. Yaxşı. Bəs deyəcək ki, tutaq ki, ramal oduncağın bu emal üsulundan istifadə edərək tutaq ki, özü üçün mebel hazırlayıb. Mebel. Hansı emal üsulundan istifadə edib? Mexaniki kəsmə. Bu olacaq mexaniki kəsmə. Aytən müəllimə nə deyir? Dürdane müəllimə. Aha, bunlar açar sözə görə orada, hə, yazıqlar olsun. Belə Ülkər müəllimə, sizinlə də bu qədər. Amma MİQ üçün yetərli deyil. MİQ üçün daha da yaxşı, daha da çox çalışın. Yaxşı. Belə, sizinlə də bu qədər. İndi istəyirəm keçək mesaj bölməsinə. Keçək mesaj bölməsinə. Heç olmasa 5-6 dəqiqə orada suallar yağış qarışıq. Ondan sonra nə edərik? Sağollaşarıq. Yaxşı, keçin mesaj bölməsinə. Aşağıda 3 nöqtə var müəllimlər. 3 nöqtənin üzərinə vurun, kim bilmirsə. Ondan sonra Mən gözüm düşmür axı. yazır aşağıda görüşmədəki mesajlar. Məndə belə yazıb. Əvvəl yazırdı zəng daxili mesaj, indi yazır görüşmədəki mesaj. Mən də yazır zəng daxili mesajlar. Onun üzərinə vurun, mesaj bölümü gələcək. Dürdane müəllimə yazmasa sözlər, Ruhani müəllimə deyir onsuz da bütün sirrimizi açır. Yalansa yazıqlar olsun. Çıxın çölə Aytən müəllimə. Aha, belə. Sertifikasiyanın nə vaxt verib? Sertifikasiya yox, bayaq diaqnostikanı deyirdim müəllim, diaqnostiki. Bəli. Hə, indi müəllimə burada siz sual verəsiniz və mesaj göndərin. Oradan biz yazıb göndərəcəyik. Bəli, bəli. Heç olmasa 5-6 dəqiqə belə davam eləyək, sonra sağollaşarıq. Bəli, Aytən müəllim, nəsə deyirdiniz. Yaşlı oldum belədir də müəllimə, texnologiyadan başımız çıxır. Eyb yox, heç nə olmaz. Nə olacaq? Hamımız yaxlanacağıq. Əsas kompüterdən, hə. İndi deyin. Aha, indi başlayırıq. Aytən müəllimə nə dediniz? Deyirəm ki, müəllimə, sizlə neçə ayda hazırlaşım? İlk dəfə siz bizi seçdiniz. Sizi qoyduq qırağa, qoy qalın. Qalın, biraz kənardan izləyin. Bu günləri müdavimlər paxıllıqlar tutub deyir ki, bizə suallar vermişsiniz, bugün ödəyik. Qalın, indi siz qıraqda, nə olub ki? Aha, dərslərimizin bəlkə qədrini biləsiniz, hə? Dərslərimizin biraz da qədrini bilmiş olarsınız. Aha. Sizlə daim canlı bağlantıda olur, bizlə amma yox da təsadüf. Aha, bəli. Ögey olduq belə də. Haysa, bugün siz ögeysiniz. Bayaq çıxmışam elə onlardan dərsdən. Elə onlardan ona qalırdı 2-3 dəqiqə çıxdıq, sonra bu dərsi açdım. Aha, başlayaq. Gəlin biraz suallar verim. Görək nə yazırsınız müəllimlər. Hardan sual verək sizə? Hardan? Mənə deyin görüm. Xəyalə müəllimə salam, mən də MİQ-ə hazırlaşıram. Hə, lap yaxşı. Xəyalə müəllimə, hansı Xəyalə müəllimə tanıya bilmədim axı. Ödənişsiz qrupumuzun bir neçə müəllimlərin adı var. Mən də kontakt indi bəziləri tanıya bilmirəm, bəzilərini tanıyıram. İndi gəlin, keçən il 80.5 idi. Xəyalə müəllimə. Keçən 80.5. Deyəsən yadıma düşdü. Amma bizdən hazırlaşmamışız. Amma mənə hərdən yazırdı, o Xəyalə müəllimədir. Müqavilədən qəbul olan.
Mənə sual vermədiniz, Nərgiz müəllimə. Axı mən neçə dəfə çağırdım, gördüm sonra da heç kim səs açmır dediniz. Son müəllimlər sual cavab edirəm. Yox müəllimə işləməmişəm. Hə, olar. İndi tam yadıma düşmədim hansı müəlliməsiz. İnşallah uğurlar, hər biriniz uğurlar müəllimlər. İndi özünüz hazırlaşırsınız, bilirəm müəyyən yerlərə diqqət eləmişsiniz, amma daha da diqqətli, daha da diqqətlə hazırlaşın müəllimlər. Gəlin Müəllimə suallar qadan verin. suallara verin. Mən namazımın vaxtı keçdi. Siz Allah Bəli, tez bəli. gedəmirəm. Məncə də keçək sual cavabı, məncə də. Aha, biz də günaha batırıq. Vay, bəzi müəllimə gedib bütün dərsə görə namazını qılmır. Bizi də burada hamımız Hə. günaha batırıq. Axirətdə deyəcəklər ki, Aybəniz müəllimə niyə namazı vaxtında qılmadınız? Deyəcək ruhaniyyət. Demə. Tamam işləmişkən bir dədində günah qazandım. Gedəcək bir otoy nə deyir, o ateşdə yanmalı gedəcək. Yox, əstəğfurullah. Bütün günah öz üzərimədir da. Əstəğfurullah. Prosta qoyub gedəmirəm. Yox, təbii ki, zarafat eləyirəm. Başlayaq dərhal və tez. Hardan yeyin bizə, hardan deyin. O hansı kilidi idi ki, dedik ki, həm daxili qapılarda, həm giriş qapılarında istifadə olunur. Adların qısa yaza bilər, sirat görüb sənə deməyin. Qısa yaza bilərsiniz kilidin adın. Məsələn, hansı müəllim çətinlik çəkirsə yazmağa qısa yazsın. Həm daxili, həm giriş qapılarında taxma kilit yazanlar doğrudur, afərin. Növbəti sual. Bizə deyin görə, pomidor hansı hündürlüyə çatanda daimi yerinə əkilirdi? Hansı hündürlüyə çatanda? 15. Ay, sağ doğrudur. 10-15. Bəs yaxşı, növbəti sual. O hansı furniturdur ki, biri-birinə vintlə bağlanıb, vintlə bərkidilib? Vintlə bərkidilən. Vint kipləşdirici, yaxşı olsun. Bəs birdən sizdən soruşsaq ki, o hansı vitamindir ki, karbohidratların, yəni o, belə deyək də, tənzimləyir, karbohidratları tənzimləyən vitamin. Kim bilmirsə, buradakı cavablara baxıb öyrənsin, sonradan kitab açar, baxar, təkrar eləyərsiniz müəllimlər. Karbohidrat deyəndə B vitamini ağla gəlməlidir, doğrudur. Bəs enerji xərclərini bərpa edən desə, bu olacaq, enerji xərclərini bərpa edən karbohidrat, yaxşı olsun. Bizə deyin görək, hardan deyin. Sizdən gəlin soruşaq. Soruşaq, nəyi soruşaq? Onu yox. 4-5 nömrəli yeyələrdə dişlərin sayını yazın. Mənim Aybəniz müəllimə səsi açıqdır, öz-özünə deyir, hamı eşidir. Elə mən də istəyirəm Aybəniz müəllimə qoy səsini bağlayım. Aha. Deməli, belə. Bağladım səsi. Yaxşı, deməli, bu olacaq 42-80. Doğrudur. Növbəti sual hardan gəlsin sizə? Onu yox. Bizə deyin görək. Sizə deyəcək, o hansı oymadı, onun nəticəsində yarımdairəvi çapıq əmələ gəlir, çapıq. Çapıq əmələ gəlirsə, qövsvari, qövs şəkilli, yəni buna dırnaq şəkilli deyirik. Yaxşı. Birdən deyəcək ki, bütün qanovcuqlar hansı alətlə kəsilir? Bütün qanovcuqlar. Bütün qanovcuqlar deyəndə bu çəpinə iskənədir. Yaxşı. Bəs müxtəlif növ oyma işlərində yardımçı alət hansıdır? Müxtəlif növ. Aha, bu olacaq yastı düz iskənə. Aybəniz mənim növ şəkli yazıb, yox. Yastı düz iskənədir, müxtəlif növ. Bəs yaxşı. Sizə desək ki, nə desin? Onu yox, onu da yox. Konservləşdirmənin hansı növüdür? Tüstünü canına çəkmə.
Tüstünü canına çəkmə bu hissə vermədir. Krandan su şpindel boyunca axır. Şpindel boyun bu hansı vəziyyətdir? Bağlı, açıq yoxsa axıra qədər bağlaya bilmirik? Səsim tutuldu, üzürlü sayın. Danışmaqdan səs batır. Bu demişdik ki, açıq vəziyyətdədir. Doğrudur. Bəs yaxşı. Bir sual da hardan gəlsin? Onu yox. Kino, teatr, gəzmək. Bunlara neçə faiz gedir? Kino, teatr. Bunlara 10 yazanlar doğrudur. 10%. Yaxşı. Sizə deyəcək. Şagird öz mərtəbəsində olmalıdır demişdik. Bu mərhələnin adı nə idi? Hansı qayda idi bu? Bu tənəffüsdə. Yaxşı olsun. Bürüncün rəngi nə rəngdir? Bürüncün rəngi. Bürünc. Aha, bürüncün rəngi. Biraz elə bil qarışdıranlar oldu. Bürünc iki rəngdən. Sarı, qırmızı. Növbəti sual. O hansı? Onu yox, onu da yox. Sizə deyə bilər ki, nə desin? O hansı şorbadır ki, bu şorbanı gür odun üzərində bişirmək lazımdır, çürüməsin deyə. Gür odun üzərində tez-tez də qarışdırmaq da desək, bu olacaq. Bəli, gür odun üzərində. Doğru. Bəs yaxşı. Onu yox. Bizə deyin görək, hansını deyin. Çox qəşəng dərs keçirsiniz axı, təşəkkür eləyirəm, minnətdaram. Sizə desin, gedək bir dənə hara baş çəkək. 7-ci sinifin əvvəlinə baş çəkək, qaydaq. Bəli, sözsüz. Aha, bizimdir. Reklamlar gedir. Tərifləyirlər məni, hə, reklamlar. 7-nin əvvəlindən nəyi soruşaq sizdən? Oradan soruşmayacam. O birisini soruşaq. Görək kimin yadında qalıb. Məncə də onu soruşaq. Sizə deyir ki, deyir. Bax, məsələn, ta ki, Əli. Gülnar müəllimə əməli başlı reklam edir. Deyir, Şəbnəm müəllimə siz də qoşun. Aha, deməli, nə? Əli nə edib? Əli stulun, bax, şagird stuluna söhbət gedir. Stulun boltu, mismarı nə varsa açıb, taxtanın sətini edib, cilallayıb, bu işləri görüb. Bizə deyin görək, Əlinin gördüyü bu iş prosesinin adı nədir? Bax, boltu, mismarı, nə bilim nəyi, mismarı, şurupu, nəyi varsa açıb söküb, başlayıb sətin cilallamağa. Bu mərhələnin adı, ay sağ ol, taxta elementlərlə iş gedir. Bəs birdən sizə desək ki, oradan soruşmayacam. Birində sual verək hardan? Oradan yox. Sizdən soruşsun. Nəyi soruşsun? 9-dan verim yaxşı. Çoxu deyir ki, 9 belə baxmamışam, özüm təkrarlamamışam, ona görə 9-dan çox vermirəm. Gəlin 9-dan soruşaq. 9-dan hansını soruşum sizdən? Onu soruşmayaq. Gedək o biri. O hansı bərkitmədir ki? Bərkitmələrdən soruşacağam biraz. Onun mənfi cəhəti yerində fırlanmağıdır. Yerində dönür, yerində fırlanır. Bu olacaq, doğrudur, eksentrik. Daha çox sizə deyəcək, onu yox. Bizə deyin görək, eksentrik lap yaxşı. Onu soruşmuram.
Bəs o hansı bərkitmədir ki, deyirdik onun başlığı görünür, bu da onun mənfi cəhətidir. Başlığının görünən olması. Əslində 2 dənə orada var ki, mənfi cəhəti görünən olması idi. Həm viddə, həm də bir də nə idi? Künclük. Düzdürmü? Amma əsas o başlıq söhbəti, başlığının görünən olunması bu olurdu. Nədə? Viddə, doğrudur, bəli. Bəs qapıların aşağı yuxarı açılmasını təmin edən bərkitmə. Yuxarı, aşağıdırsa, bu hansıdır? Əncamalı Mabel Kronşteyni, doğrudur. Yaxşı. Sizə deyir ki, isti mina hansı temperaturda işlənir, aparılır isti mina? Rəqəmlər o dəqiqə göndərirlər. Yaxşı. Bəs yaxşı. Əlvan metalların hansı bəzəmək üsuludur ki, köhnəldilmə, əntiqi görünüş, əntiqlik verir? Əntiqi görünüş bu. Aha, patin olsun, yaxşı. 5-dən də verin müəllimə. 5-i neyinirsiniz? 5 məncə də çətin bir şey yoxdur axı. Bəs birdən sizə deyəcək ki, hansını desin? Onu deməsin. Deyin görüm. Hansılar? Onu soruşmayacağım. Qısasını qəşəng biləm, ancaq kaş ki, sizə əvvəldən bilərdim. Aha. Deməli, gəlin biraz da 1-2 sualda silosdan verim. Silosdan. Silosdan hardan? Ev quşları üçün silos hazırlamaq istəyirik. Hansı bitkilərdən hazırlanır silos? Ümumini soruşuram. Yəni, ümumi vəziyyətdə orada deyirdik ki, ev quşları üçün silos. Yox, məsələn, yaxşı siloslaşan, pis siloslaşan bunları soruşmuram. Ümumi orada mövzunun əvvəlində, abzasda yazır deyə bunlar. Aha, yazın görüm hələ. Aha. Cəmi 1-2 müəllim yaz. Düzdür, o birlər də düzdür ha. Amma məsələn, mən indi soruşmuram ki, hansılar yaxşı siloslanır, nə bilim belə. Mənim qarğıdalı dənli bitki, kök, çoğundur yarpağı. Yox. Ümumi soruşuram. Təzə göyərti. Aha, onu soruşuram. Bir də nə idi müəllimlər? Bir də vitaminli otlar, bəli. Doğrudur. Bax, ümumi vəziyyəti soruşuram ki, bunlardan hazırlanır. Amma məsələn, ev heyvanları üçün deyirdik nədən? Alaq otları, istənilən otdan. İndi gəlib soruşsa ki, ev quşları üçün silos hazırlayım, yaxşı siloslaşan, pis siloslaşan, bunlar ayrı söhbət. Daha indi onu soruşmuram. Bir sualda hardan veririk? Ev təsərrüfatının gəlirləri 4 qrupa bölünürdü. O qrupları da yazın, ondan sonra gedin. Sonuncu sualım. Ev təsərrüfatının gəlirləri 4 qrupa bölünürdü. Açar sözlərdən yazırlar bizim müdavimlər. Xəyala müəllimə yazıb əməyə görə getdi açar sözlər. Açar sözləri özünüz yazırsınız. Aha. Deməli, əməyə görə Xəyalə müəllimə yazıb, sonra Elnarə müəllimə əmək, istehsal, iqtisadiyyat, əmək, iqtisadi. Nə idi? 4 dənə idi. Əməyə görə köçürmə ödənişlər, sağ olun. Sonra iqtisadiyyat, bir də istehsal. Doğrudur. Qaydaq ekranlarımıza müəllimlər. Belə. Güya ki 1 saat olacaqdıq dərsdə, 1 saat yarımdır, hə?
Belə müəllimlər, bugünkü sual-cavabımız bu qədər. Bir-iki məlumat belə xatırladınızsa və ya da ki, yeni nəsə öyrənmiş oldunuzsa, lap yaxşı. Hə? Müəllimə çox təşəkkür edirəm. Müəllimə, belə Pullasam belə canlı olur. Mən bağlantı birinci ilə dəfədir sual-cavab görürəm. yaxşıdır. Mesajla yox. Aha, bizim Mesajla adam həyəcanları yaza bilmir, narahat edir. Biri-birindən qabaq yazır, orta cavablar görsənir də. O elə bir ki, amma birbaşa verəndə, axı deməyincə cavabı bilmək olmur, özün deyə bilirsən. Amma Məsələn, yazanda görürsən artıq sən yazıb qutarınca o düzdür. dilək tərpətəndən yazır, artıq sən cavabı bilirsən, o mənasız olur. Aha, bəli. Amma nəysə də götürürsən, bir şeylər oturur Bəli, adam öyrənmək beyninə. Öyrənirsən, nə öyrənməyə, amma yaxşı olar ki, biləsən axı. Müəllimə, bunu Biri siz var, özün haçan belə bilərsən. təşkil edirsiniz? Bunun vaxtları varmı? Baxın, Mən təsadüfi qoşulmuşam. aha, deyim də sizə, konkret vaxtlar yoxdur. Mən vaxt elədikcə paylaşıram. Bəzən öz müdavimlərimlə dərs olanda hərdən linki göndərirəm, deyirəm paylaşın. Ödənişli qrupumda yəqin ki, Çox varsınız müəllimlər. Əsas ora diqqət edin. Məsələn, yazıram əvvəldən, bir neçə saat əvvəldən yazıram ki, bu gün canlı açacağam YouTube-da və ya da ki, belə paylaşıram. Qaldı ki, mesaj bölməsinə. Mesaj bölməsi bilirəm. Məsələn, mesaj yazmağa çətinlik çəkən müəllimlər üçün biraz əziyyətlidir, amma belə olanda hamı cavablandıra bilir, öz fikrini yazır. Sadəcə biraz cəhdlik lazımdır. İndi hansı müəllim çatdıra bilməyəndə qısa da yaza bilər. Eybi yox. Onlar yazsa belə siz də öz fikrinizi yazın, göndərin. Heç onlar yazıb, yazın. Bəlkə düz yazıblar, bəlkə səhv yazıblar, düzdürmü? Oldu müəllimə. Gecəniz xeyrə, qurban olum. Mən əziz bağışlayın, durum gedim Müəllimə, bir namazı. də bir söz soruşum. 2 Sizə günlük təşəkkür quizlər edirəm. gəlmir. Bu nə ilə əlaqəlidir, yoxsa mənim telefonumda nəsə problem olur? Hansı qrupdan quizlər gəlmir? Texnologiyada quizlər işləyirdim, məsələn, gəlmir. Gəlir, gəlir müəllimə, gəlir, hər gün gəlir. İndi Müəllimə onda gəlir, mən sizdə nəsə problem var. qruplara qoşulun, ödənişsiz qruplarda olun, paylaşırlar. İndi mənim də vaxtım olur. Gəlir, gəlir, quizlər gəlir, atırlar, gəlir. Sadəcə gec saatlarda gəlir müəllimə. Hardasa 8-9 radələrində gəlir, saat 12-yə, 1-in yarısına qədər davam eləyir. Aha, bəli. İndi baxanda iştirak eləyin, yararlanın müəllimlər. Mənim də vaxtım olursa Telegram kanalımda da suallar paylaşacağam. Təşəkkür edirik, çox sağ olun. Sağ olun. Müəllimə, sağ olun. Sizə halal olsun ki, bax siz gör nə qədər ürəyi geniş insansınız. Elə təlimçi müəllim var ki, deyir ki, yox, məndə də mən ona qarışmıram, ancaq mənə qoşulun, məndən öyrənin. Görürsüz, sizə halal olsun ki, deyirsiniz nə qədər çox öyrənsəz, bir o qədər xeyri var. Halal olsun. Sağ olun, gecəniz xeyrə qalsın. Təşəkkürlər, təşəkkürlər. Sağ olun müəllimlər. Görüşərik inşallah. Sağ olun.